Televiziya hələ də cəmiyyətin əsas informasiya mənbələrindən biri olaraq qalır. Azərbaycan kanalları gündəlik xəbərlər, sosial mövzular, əyləncə proqramları və seriallarla geniş auditoriyanı cəlb edir. Son illərdə rəqəmsal platformaların artmasına baxmayaraq, bir çox vətəndaş aktual hadisələri izləmək və yerli gündəmi öyrənmək üçün televiziya kanallarına üstünlük verir. Heç bir kanalı izləmirəm. Bir var ictimaiyyətin qarşısında çıxıb nümunə göstərsin, yaxşı nümunə. Bir də var ki, elə nümunə göstərirsən ki, insana, cəmiyyətə, xalqa baş aşağılığı gətirir. Yox qızım, heç birinə baxmıram. Bayağı verilişlərdən xoşumuz gəlmir. Necə ki, ikisini çıxartdılar, düz elədilər. O cür verilişləri bəyənmirik, normal verilişləri bəyənmirik. Məsələn, ictimai televiziyanı mən izləyirəm çox böyük məmnuniyyətlə. Ən gözəl verilişlər 2000-in əvvəllərində olan verilişlər olublar. Çünki mənim 97 təvəllüdən və onda görmüşəm, nə görmüşəmsə, uşaqlığımı onda görmüşəm kanalları. Yaxlaş, hardasa bir təxmini deyim də mən də hal-hazırda. Hardasa bir 5-6 ildir heç televizora baxmıram. Sırf yəni sosial platformalar, sosial media. Çünki Azərbaycan telekanallarında yəni heç nə görünmür artıq.